Ben Şəfiyev Ceyhun, Sumqayıt şəhər sakiniyəm. 22 saylı orta məktəbin gözətçisiyəm. Demək, mən buradan şikayət elədim Azərbaycan Respublikasına, devlətə və Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayeva ki, Sumqayıtda yerləşən 22 saylı Həzə Aslanov adına General-mayor Həzə Aslanov adına orta məktəbi direktoru Səfərova Tahirə Aslanqızı talan edir. Məktəb başdan ayağa korrupsiya və rüşvət içərisindədir. Məktəbin hesabına bu Səfərova Tahirə xeyli mal-mülk toplayıb. Daha sonra uşaqların altına maşınlardakı maşına, yəni 20 mindən yuxarı qiymətləri olan maşınları alıb qoyub. Demək, özünün 2 dənə cipi olub məktəb hesabına. Birinin nömrəsi, məktəbin nömrəsi 22 olduğuna, maşının biri 522, o birisini də indi sürür, demək, 022. Yəni, baxın ki, bizim dövlətimizə bu nə qədər ziyan vurub, nə qədər dövlətin nəzdində olan təhsil müəssisəsinə, nə boydana bu hörmət qoyur. Yəni, tanıyır da müəssisəni, ona görə. Demək, oradakı müəllimlərə zülm eləyir. Düzdür, müəllimlər özünü ondan asılı hesab edirlər, ondan qorxduqlarını bildirirlər ki, elə hesab edirlər ki, ruzuları Tahirənin əlindədir. 93 nəfərdən vəzifəsindən sui-istifadə edərək mənim əleyhimə qol yığıb, bir də mənə şər atdırıb. Rəfiqəsi Sevinç Musayeva var, orada zavxoz işləyir. Onunla birləşib məktəbi talayırlar. Demək, ikisi birləşib Sevinç Musayevanın bacısı qızını ortada alət eləyib, məni şərləyiblər. Niyə? Mən haqqı demişəm, düzgünlüyü demişəm, bunların yoluna mane oluram. Demək, bu Səfərova Tahirə zaman-zaman müəllimləri zastavit eləyir, uşaqlardan pul yığsınlar. Bəziləri siniflərini kosmetika eləsinlər. Yəni, usta tapırlar, emulsiya vururlar, polikraskaladırlar. O da uşaqlar yenə valideynlərin hesabını elətdirirlər. Amma dövlətin məktəbə elədiyi bütün yardımları isə Səfərova Tahirə Aslanqızı mənimsəyib, özününki hesab eləyir. Yəni, məktəbi çalıb dağıdır.